Bölgə TV xəbər verir ki, məktəblərin birində qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda Azərbaycan dili müəllimi Mahir adlı pedaqoqun şagirdləri qeyri-müəyyən əvəzləşləri mahnı sözləri kimi izah etdiyi görünür. Lakin dərs prosesində şagirdlərin dərs şəraitinə uyğun olmayan hərəkətlər etməsi diqqət çəkib. Videonun yayılmasından sonra ictimai qınaq yaranıb. Valideynlərin sözlərinə görə övladlarını məktəbə elm və təhsil almaq üçün göndərirlər. Müəllimlərin qeyri-ciddi metodlardan istifadə etməsi isə pedaqoji prinsiplərə ziddir. Onlar hesab edirlər ki, bu cür yanaşma uşaqlar tədrisə münasibəti zəiflədə bilər. Mütəxəssislər bildirirlər ki, məktəblərdə dərs prosesinə daha ciddi nəzarət edilməli, tədrisin keyfiyyətinə daim diqqət mərkəzində saxlanılmalıdır. Qeyd edək ki, süjetdə adı hallanan müəllimin və təhsil ocağının fikirlərini işıqlandırmağa hazırıq. Dilbər Vüqar qızı, Bölgə TV.